Növbədə isə Apple Watch Ultra 3-dür. Bu saatlar yeni geniş bucaqlı OLED displey ilə təchiz edilib. Bu saatın ekranı müəyyən bucaq altında əla görsənir. Ekran çərçivəsi nazikdir. Ekran böyüsə də saat ölçüləri dəyişməz qalıb. Apple Watch tarixdə ən böyük ekranı olan bu saatlardır. Bu ekran Always On rejimində tez-tez yenilənə bilir. Bu isə saat avtonomluğuna təsir etmədən baş verir. Ultra modelləri üçün yeni Waypoint adlı siferblatlar gətirilib. Workout Body 5G Page əlaqəsi də olacaq. 1-2 klikə vacib məlumatları göndərərək Page vasitəsilə kömək istəmək mümkün olacaq. Yerləşmə nöqtəsini paylaşa bilərsiniz. Yəni türk dilində desək, konum ata bilərsiniz. Saat antenləri yer üzərindən 1300 km uzaqlıqda olan Page ilə əlaqə qurmaq üçün yaxşılaşdırılıb. Ultra 3 saatlarında 2 il Page ilə SOS əlaqəsi pulsuz olacaq. Aktiv mesajların Page-ə göndərilməsi mobil operatorların danışıq planına uyğun işlənəcək. Avtonomluğa gəldikdə isə saat bir zaryadkadan aktiv olaraq 42 saat işləməyə imkan verəcək. Nəzərə alsaq ki, Ultra 1 və 2-də bu göstərici 36 saat idi. 42 saat bir irəliləyişdir. 2 rəng palitrası var, natural və qara titan. Amma bu saatlar indi 3D çap vasitəsilə yaradılır. Bu məlumatlar kimə lazımdır? Apple, kimə lazımdır ki, sən bu saatların korpusunu 3D printerdə çap eləmisən və yaxud da ki, hansı texnologiya ilə bu saatı yaratmısan? Əsas odur ki, funksionallığı olsun. Əsas odur ki, görünüşü olsun. Görünüşdə də sən dəyişiklik etməmisən. Nə eləmisən? Ekran bir balaca böyüyüb. Eyni üz, eyni dizayn və salam. Ondan sonra bu saatın adını Apple Watch Ultra 2S eləyərdi. 3 deyil axı bu. Nəysə, yəqin belə məsləhətdir. Saat qolbaqlarında yeni rənglər, Hermes kolleksiyasında isə varlılar üçün yeni qolbaqlar gətiriləcək. Vəssalam. Yeni Apple Watch Ultra saatlarının bütün yenilikləri sizin gözünüzün qabağındadır.